Deməli, mənim dostumun, yəni PUBG hesabıdır. İstəsəniz qoşula bilərsiniz. Gördüyünüz kimi PUBG-yi əlimdən aldı nəsə da. Salamlar dostlar. Bugün Danzeman oynayasıyam. Hətta videonun ortasında, yəni PUBG hesabı gələcək dostumun. Ona da baxarsınız, istəsəniz qoşula bilərsiniz. Məlumat vermişəm videoda. Oyuna başlayaq. Video təxminən qısa olacaq, 2 dəqiqə falan. Bu sadəcə danışıq videosu sayılır. Yəni elə belə əyləncə qatmaq üçün oyuna da girdim. Danzemada məşhur olan oyun var. Bu oyunda çox oynamasam da, yəni yenə də xoşladığım oyunlardan biridir. Dostumun PUBG hesabından qoşula bilərsiniz və oynaya bilərsiniz. Yorumlarda yazarsınız. Biraz abunə olun, zəhmət olmasa yorumlarda yazarsınız. Nə oyun oynayayım? Burada girirəm. Yəni qorxu oyunu oynayacağam gələcəkdə. Yəni Gren falan biraz daha çəkəcəm onların videolarını. İndi qarlı bölgəyə girirəm. Burada video, bu sadəcə danışıq videosudur. Yəni tam bir video sayılmaz. Yəni dostum, bu PUBG hesabıdır. Bayaq dediyim kimi PUBG Lite-dir, amma yəni qoşulsanız da, yəni çox maraqlıdır. Onu deyim, PUBG Lite olmadan rağmen düzdür, hilələr olur, amma çox maraqlıdır. Həqiqətən çox produr, pro. Düzdür, ağ adamdır, amma düzdür, normalda ağ adamlar bot olur, amma o produr. Zarafatsız konkret, yəni pro. Elə görməyin, yəni görkəmində ağdır falan deyə bilərsiniz. Yəni yorumlarda yazarsınız, görkəmi necədir, yəni qorxuldu deyil. Qorxuldu deyil şey, yəni sadəcə qara olur normalda PUBG hesablar, yəni prolar qara olur. Amma pro olmağına rağmen yəni ağdır. Yəni proluğun əslində sadəcə havalanmaqdan başqa bir şey elə bilirlər, ağ hesab quranlar. Yəni daha doğrusu qara hesab quranlar. Dostum pisləmiş oldu bu videoda daha dəsinə. Düzdür, deyə bilərsiniz ki, megapixel azdır, amma bu yəni bir video deyil, ona görə megapixel az ola bilər. Belə şeylər çox deyə bilərsiniz. Təəssüf ki, öldüm. Videoya like atın və abunə olun. Abunələriniz çox önəmlidir. Zəhmət olmasa abunə. Video qısa olacağını söyləmişdim, yəni başda da. Bu sadəcə adi video deyil, yəni. Bu elə belə danışıq videosudur da deyə bilərəm. Tanıtım videosu, yəni. Dostu tapdım. Dostum deyil, dostu. Canım dostu. Sizin dostlarınızı yəni istəsəniz eləyə bilərsiniz. Hətta yəni PUBG hesabınızda hesabınız varsa dostlarla PUBG Lite-də oynaya bilərsiniz. Konkret pulsuz, parasız yəni qoşulmaq olur PUBG Lite-də. Yəni PUBG Mobile-də deyilədir, amma yəni daha aydın deyil. Oturub açmaq lazım deyil yəni qoşulmaq üçün. PUBG oynayan dostlarınız varsa kodları yorumlara yazın və dostumla VS atın, oynayın, əylənin, yəni özünüz bilərsiniz. Ona özünüz baxın, yəni nə eləyirsinizsə. Dostum da yəni pro olduğunu söyləmişdim. Düzdür, udan bilməyəcəksiniz, amma yəni şansınızı deneyə bilərsiniz daha yenə də. Yəni pis olmaz şansınızı denəsiniz. Həm maraqlı bir video olunacaq. Əslində düzdür, o dostum kanal yəni açmayıb hələkilik. Amma məncə açacaq. Yorumlarda bəlkə dostumun kanalına hətta yəni baxa bilərsiniz. Hələlik kanal yoxdur, amma olacaq məncə. Açacaqsan kanal. İnanmıram deyir, amma yəni də yəni kanalı olsa abunə olacağınıza inanıram. Bura bileti qoyduq və yenidə başlayırıq. Bu demişdim, adi tanıdım videosudur. Yəni çox uzun olmayacaq. Video bəlkə də burada bağlayacağım konkret. Yəni çox da uzun olmasını istəmirəm. Dostlar, burada video bağlayıram. Bu tanıdım. PUBG-də dostumla girməyi unutmayın. Zəhmət olmasa abunə olun. Sağ olun, salamat qalın. Videomu burada bağlayıram. Zəhmət olmasa abunə olun. Daha nə deyim? Bu qədər. Sağ olun. Dostumun ən bot oynayışını qoyacağım indi. Yəni bot oynayışındadır sadəcə. Yəni
biraz zəif kimi görünə bilər, amma belə olmağına baxmayın. Yəni özü bot oynayır ki, zaten heç dinləmir. Yəni elə belə oynayır, sabrı özü sındırmaq istəyir deyək ki. Yəni güclü bir oyun oynamır qəsdən. Amma belə olmağına baxmıyor. Çox güclüdür, belə olmağına baxmıyor. Kameraya danışmağın yerində saç dostumun kulağına danışıram. Yani sen kamera biraz yerlendi. Çünkü o bir dostumdaki özüne hələklik göstərməyəcəm. Peki 100 bəyəni gəlsə göstərəcəm. Video fikirləşirəm çox uzun olmasın, amma yerdə çəkəcəm. Dostumun pro oynayışı olmasın, bot oynayışı da göstərəcəm. Videoya zəhmət olmasa like atın. Videonu birləşdirəcəm o biri videoyu. Bu təkcə də qoyacam, birləşdirib də qoyacam. Yəni bilmirəm, tam InShot'dan falan düzəltmək var. InShot bu arada reklamını da verəcəm bəzi adlarda.